Ha, ne vermiştim size? Hı hı. Hı hı. Yaxşı. Bircə də indi ekranı paylaşıram. Baxaq tapşırığa. Dəqiqə. Bunlar idi də elə. Yaxşı. İndi gəlin bunları yoxlayaq birinci. Deməli, burada birə nə yazmısınız? Hı hı. De. Hı hı. Deyildi bəli. Çünki burada amonim kimi dirişlənə bilir də. Üz vermək frazoloji birləşmədir və amonimdir. İndi üz verməyin mənası nədir? Nə deməkdir üz vermək? Üz vermək frazoloji birləşmə olaraq iki də mənası var da bunun. Nəsə dediniz? Üz vermə iki dənə mənanı ifadə edə bilər də. Bax, məsələn, deyə bilərik ki, üz verəndə asta-üstür. Burada yəni ki, məsələn, bir adamın bütün dediklərini eləmək mənasında. Yəni sorğusuz, sualsız bütün dediklərinə razı olmaq da, yəni belə bu mənadadır. Bir də var ki, hər hansı bir hadisə üz verib, yəni baş verib də, olub, həyata keçibdir. Bu mənada olur. Belə olanda axı iki dənə eyni cürə yazıldı, amma iki dənə fərqli mənanı ifadə etdi də. Belə olanda D olur, düzdür. D yazmışdınız ki bizdə. Rəman, sən də D yazmışdın. C ola bilməz. Çünki bax, qatar yola düşdü. Həqiqətən yolun ortasına, yəni belə düşə bilər də qatar. Axı bu həqiqi mənadadır. Axı frazoloji birləşmə məcazi mənada olmalı idi da. Həqiqi mənada ola bilməz. Axı qatar yola düşdü. Bir dənə məcazi mənada ola bilər ki, belə deyək də, yəni getmək üçün şərait yarandı da, qatarı yola saldılar, uğurladılar. Bu mənadadır. Axı bunun başqa məcazi mənası yoxdur. Başa düşdün? Amma ona görə D ola bilər də burada. Sonra 2-yə nə yazmışdınız? B. Termin kimi işlənməmişdi deyir burada. Çobanın surəti. Burada bu düzdür də. Düzdür bu. Biz yanlışı seçirik. Səhvi götürəcəyik də. Bu doğrudur. C-dir. Çünki çoxmənalı söz kimi işlənə bilir, yəni məcazi mənada ola bilir deməkdir də. Bu çobanın surəti, yəni ki, bu sifəti mənasındadır. Üzü, siması bu mənadadır. Bu da axı həqiqi mənadadır. Deməli, həqiqi mənada olan bir ifadə çoxmənalı söz kimi işlədilə bilməz. Bildiniz? Yəni ki, çoxmənalı olması üçün məcazi mənada olmalıdır. Axı bu məcazi mənada ola bilmir. Yəni sırf məcazi yox da həqiqi mənada ola bilər bu ifadə burada. Amma ki, o birisilərdə məsələn ümumi işləyiş sözdür, doğrudur. Çünki hamı tərəfindən işlədilən söz deməkdir də ümumi işləyiş söz. A da düzdür, B də düzdür. C səhvdir, amonim sözdür, bu düzdür. Yəni ədəbiyyatda surət anlayışı var. Belə, yəni mənfi surəti var, bir də müsbət surəti var da. Yəni pis obraz, bir də yaxşı obraz. Pis obraz mənfidir, amma yaxşı obraz müsbətdir də. Ədəbiyyatdan yəqin ki, ədəbiyyatı hələ keçməmisiniz də, hələ yoxsa keçmisiniz də 5-ci sinifdən keçilir ədəbiyyat. Oradan da bilə bilərsiniz. Bir də sinonimi var. Yəni elə surət sözünün sinonimi üzüdür, simasıdır, sifətidir də. Yəni bu da doğrudur. Bizə səhv fikir deyir axı. Səhv fikir C-dir. Bildiniz? İndi 3-ə baxaq. Eləyirəm. Qoyacam, etüdə baxarsınız yaxşı. Baxırsınız da yəqin ki, mən atdığım kayıtlara. Yoxsa hansınızsa baxmırdınız? Hansınız baxmırdınız? Sən baxırsan, sən baxmırdın Emil, hə? Elə yadında qal. Yox, baxın kayıtlara.
Yadınızda qalsın dərs. İndi 3. Nə yazmışdınızca? B, C. Burada deməli tələffüzlərin fərqli olmasıdır C-dir. Çünki bunların tələffüzləri eyni deyil də. Bax dava sözündə heç bir dava kar eləmədi. Burada birinci dava sözündə uzanma var da. Deməli burada uzanma varsa, burada tələffüzləri eyni deyil də bunların. Bir də ki, mənim nəvəm dava adına. Burada dava dərman mənasındadır. Belə olanda uzanma burada olmur. Amma birinci dava sözündə var da uzanma. Deməli tələffüzləri fərqlidir deyə uzanmalar var deyə, amma oyun deyil də buradakı bu dava sözü. Bildiniz? İndi 4-ə baxaq. 4-ə baxaq. Nə yazmışdınız 4-ə? Deməli baxın burada dadlıdır, dadsızdır. Bunların kökləri eynidir və bunlar düzəltmə sifətdirlər. Burada yəni hər ikisinin kökü dad ismidir və bunlar düzəltmə sifət. Amma ki burada antonim sifətlər deyir də bizə. Burada kökləri eynidir də. Bu sözlərin kökləri eynidir deyə, yəni bunlar antonim deyillər də. Deməli bu ona görə ola bilməz və deyil. Oxuyan, oxumayan. Bu feili sifətdir. Ümumiyyətlə, yəni bu oxumaq sözü feildir də. Bu feilin formasıdır. Bu sifət deyil. Ona görə bu da ola bilməz. C variantında ağıllı, sakit duran yerdə ağılsız məsləhət verər. Burada da ağıllı ilə ağılsız var, amma yenə də kökləri burada ağıl ismidir, ağıl ismidir. Ağılsızda da yenə ağıl ismidir kökləri. Kökləri eynidir. Eyni köklü olduğu üçün bunlar antonim ola bilməz. Çünki eyni köklü sözlər antonim yaratmır. Bu da səhvdir. İndi qaldı D ilə E variantı. Daha D variantı düzdür də, hə? Bu D variantında antonim sifətlər, antonim sözlər hansılardır? D variantında antonim sifətlər var da, hansılardır? Yəni biz burada 2 dənə sifət var da. Burada namərd var, namərd var, mərd var, bir də igid var. Bunların hansını bir-birindən antonim kimi götürmək olar? Namərdlə mərd olmayacaq da. Bunların kökləri eyni oldu. Dedik axı məsələn dadlı, dadsız, ağıllı, ağılsız. Bunların da kökləri eyni olduğu üçün götürmək olmaz da bunları da. Ona görə namərdlə mərdi götürmək olmaz, amma namərdlə igidi götürmək olar. Yəni bir-birinə əks mənalı söz kimi götürmək olar. Ona görə dedik. Qanmır nə qandırır? Burada da yəni qanmaq, başa düşmək, anlamaq mənasında olan bir dənə feildir. Burada sifət yoxdur deyə götürmüşdür. Amma ki, burada var namərd, namərdlə igidi. Məsələn, götürmək olar. Namərdlə igidi, cəsuru, yəni də belə götürmək olar. Bunları bir-birinə sinonim kimi götürmək olar. Başa düşdünüz? İndi 5. Beşdə burada baş-ayaq sözü də var. Bunu da götürürük deyə B olur. Çünki baş-ayaq burada müxtəlif nitq səsinə aid amonim. Biri var belə isim mənasında, yemək adı mənasında, yəni xaş belə bu mənada. Bir də var ki, gəlin burada daha da dəqiqləşdirək. Bir dəqiqə. Daha yazıram ki, baş-ayaq düzdür. Bax, o deməkdir ki, yəni baş-ayaq, yəni başdan ayağa da, yəni bu başdan ayağa qədər, yəni bu nədir? Bu olacaq, yəni nitq səsi olaraq zərfdir də. Yəni biz bunu burada zərf kimi də düşünə bilirik. Bir də ki, belə bu kəllə-paça, bu yəni ki, o deməkdir ki, xaş mənasında bir isimdir, yemək adıdır. Bu mənada da düşünə bilirik. Bildiniz? Ona görə həm yəni tamamilə deməkdir, tamamilə başdan başa, yəni büsbütün belə mənada olanda zərf olur, amma isim kimi də işlənə bilir. Ona görə bu da amonimdir. Bildiniz? Ona görə 1-i də götürəcəyik burada. 2-ni də götürəcəyik, 6-nı da götürəcəyik. 2-ni, yəni bu din sözünün amonimi nədir?
Din sözünün, din. Din sözünün amonimi nədir? Din sözünün iki dənə mənası var da. Deyib bu sözün, din sözünün hansı mənaları var? Yəni bu isim və feil kimi necə işlədilir? Aha, dinmək, yəni feil kimi də dinmək, danışmaq. Bu mənada. Bir də var ki, din də, yəni hər hansısa bir din, məsələn, İslam dini var da. Deməli, isim və feil kimi amonimdir. Yaxşı, bəs qan sözünün amonimi nədir? Qan. Qan sözünün də iki dənə mənası var da. Bu da deməli isim və feil kimi işlənə bilir. Bu necə işlənə bilir? Hansı mənaları var? İki dənə mənası hansıdır? Yəni nəyisə başa düşmək, anlamaq mənasında. Bir də var damarda axan qan da, yəni insan qanı mənası. Bəli. İndi 6-ya baxaq. 6-ya nə yazmışdıq? Deməli, burada fərqləndirilmiş hissənin frazeoloji birləşmə olduğunu dəqiq demək olmaz. Burada günü-günə satmaq, yəni vaxt keçirmək mənasındadır. Frazeoloji birləşmə də əminliklə bunu demək olar da, bu deyil. O birisilərə baxaq. Bax, burada var idi ki, maşın bir qədər gedəndən sonra sıradan çıxdı. Bax, sıradan çıxdı, yəni hər hansı getdiyi bir dənə cərgədən sıradan çıxdı. Belə olanda həqiqi mənada olur. Yəni frazeoloji birləşmə olmur. Bir də ki, sıradan çıxdı da, yəni daha işləmədi. Yəni xarab oldu. Bu mənada olanda frazeoloji birləşmə olur, məcazi mənada olur. Yəni ona görə Y variantı düz idi burada 6-da. Başa düşdünüz? Məsələn, D variantına baxaq. D-də deyirdi ki, heç ağlıma da gəlməzdi ki, onu bir gün əhv edərəm. Yəni ki, ağlının ucundan keçməkdə, ağlına gəlmək, yəni gəlmək sözü burada məcazi mənadadır. Ağlına gəlmək, yəni düşünməkdə, düşüncə mənasındadır. Və belə olanda bu, yəni sırf demək olar da bunun frazeoloji birləşmə olduğunu. Sonra məsələn o birisilərdə günü-günə satmaq, yəni vaxt keçirmək mənasındadır. Ağzı açıla qalanda təəccüblənən mənasındadır. Qızı ilə oğlun arasında arada qalmaq mənasında, yəni seçim qarşısında qalmaq mənasında frazeoloji birləşmədir bunların hər biri. Amma yəni bu əminliklə demək olur da, amma Y variantını əminliklə demək olmaz. Çünki maşın yəni həqiqətən xarab da ola bilər, getdiyi cərgədə sıradan da çıxa bilər. Yəni cərgədən sıradan çıxa da bilər. Yəni biz bunu həm həqiqi, həm məcazi mənada düşünə bilirik. Ya Y-dir burada. Bildiniz? İndi 7-ni deyək. Nümunələrin birində deyək ki, sifətinə amonim olan söz C. Demək, kökəldiyini buna görə götürmüsünüz yəqin ki, amma kök elə sözün kökü elə sifətdir də, kök sifətidir burada. Çünki burada bu al əl şəkilçisi var, bu sifətə qoşulan şəkilçidir. Ona görə C deyil burada. C deyil, C-ni çıxırıq. B-dir, bəli. Yox, B-dir, B-dir. Dayanın, yadlaşır da, yox, B də deyil heç. Yəni buna baxaq, köklü sifətlə nə deyirdi? Amonim olan deyirdi. Hə. Deməli yadlaşırdı da, yad da sifətdir. Çünki baxın burada laşlə şəkilçisi var, laşlə şəkilçisi var. Bu da sifətə qoşulur da, iki variantlı şəkilçi də. İki variantlı şəkilçilər sifətə qoşulur. Deməli ona görə bu da deyil. Amma ki yaşlanırdı da, burada lanla birlikdə bir dənə şəkilçidir və yaş isminə qoşulur. Düzdür, iki variantlı şəkilçidir də, bu da burada. Amma bir yaşının mənasında bu sözlə yaşlanmaq feilinin əlaqəsi yoxdur da. Amma insanın yaşından yaşlanmaq arasında əlaqə var. Məna əlaqəsi varsa, deməli bunun kökü sifət deyil də, isimdir. Bildiniz, o məna əlaqələrinə baxın. Sözün kökü o birisində B variantında yaddır, amma yad burada sifətdir. Bu yad burada sifətdir. Amma yaşlanırdı da sözün kökü yaş isimidir. Yaş burada isimdir.
Bildiniz? Hı -hı. İndi bir dənə söz yazacağım sizə, bir dənə kökünü ayırd edin. Bax yazıram bura ki, sıxlaşmaq. Görürsüz yazdığımı. Hı -hı. Sıx olacaq. Sıx nədir burada? Hansı nitq səsdir sıx? Yox, dedi axı ki, laş ləşək kilçisi nəyə qoşulurdu? Feilə qoşulmurdu, sifətə qoşulur. Deməli bu sıx sifətidir. Amma belə olsa feil olacaq. Məsələn, olsun sıxdırmaq. Bunu qayda kimi yazın. Yazın ki, iki variantlı şəkilçilər. Gəlin bura yazın. Və mən yazdıqlarımı yazın. Yazın ki, qoy açılsın. Və yazırsınız ki, iki variantlı şəkilçilər ismən sifətə, saya qoşula bilir. Bura saydan sonra şey də yaza bilərsiniz, əvəzliyə də yaza bilərsiniz. Əvəzliyə qoşula bilir belə. Bir də zərfə də yaza bilərsiniz. Bir dənə feili yazmayın, amma qalan əsas nitq hissələrini yaza bilərsiniz hamısını. İndi buna nümunə deyəcəm sizə. Baxın, indi məsələn yazıram ki, məsələn, birləşmək. Deməli, burada nə yazmışdım? Zərfə, zərfdir bu, zərf. Zərfə. Yazdınız. İndi bu birləşmək sözündə laşla şəkilçisi var. İki variantlı şəkilçidir. Nəyə qoşulubdur bu burada? Yəni bir nədir burada? Hansı nitq səsdir bir? Deməli nə oldu? Bu saya qoşuldu. Gördünüz, bu saya qoşuldu. Bildiniz? Nümunə kimi götürün, yazın bunları dəftərinizə, soruşaram gələnlər. İndi məsələn başqa bir söz deyim. Məsələn deyim ki, daha gülüşmək deyək. Bunu da yazın ben. Nə yazıram, hamısını yazın. Gülüşmək sözündə. İndi burada üç şəkilçidir də. Nəyə qoşulubdur? Feil. Deməli, belə bir nəticə çıxartmaq olar ki, 4 variantlı şəkilçilər, bunu da qayda kimi yazın. 4 variantlı. Görə bilirsiniz. 4 variantlı şəkilçilər feilə qoşulur.
Deməli nə oldu? Deməli burada gülüşmək feilində gülməkdən gülüşmək oldu. Yəni gülmək feilindən gülüşmək feili yarandı. Bildiniz? İndi başqasını yazıram. Başqa bir dənə söz yazıram. Yazıram ki, məsələn, başlamaq. İndi bunu bir dənə ayırın kökə şəkilçiyə. Lalə şəkilçidir, leksik şəkilçidir, yoxsa qrammatik şəkilçidir buradakı lalə? Leksik şəkilçidir, manqda qrammatikdir. İndi bu sözün kökü, elə bil ki, lalə şəkilçisi gəldi başa qoşuldu da. Baş sözü hansı nitq hissəsidir? İsim. Deməli, lalə nədir? 2 variantlı şəkilçi olduğu üçün ismə qoşuldu. Bildiniz? İndi məsələn deyək ki, açılmaq. İndi burada hansıdır kök şəkilçi? Belədir. Açdı kök. Oldu. Leksik şəkilçimizdir. Maqməy də qrammatik şəkilçimizdir. İndi nə oldu? Il şəkilçisi nəyə qoşuldu? Il şəkilçisi nəyə qoşuldu? 4 variantlı şəkilçidir. Yəni ad sözü hansı nitq hissəsidir? Aysa, deməli 4 variantlı şəkilçilər demişdik, yaxın ki, feilə qoşulur da. Aysa. Bir dənəsində deyim, məsələn, deyək ki, gözləmək. Gözləmək. Lə leksikdir. Mək qrammatikdir. İndi lə nəyə qoşuldu? 2 variantlı şəkilçidir, isim. Getdi. İsim, deməli ismə qoşuldu. Bildiniz, başa düşdünüz? Dəqiq. Yaxşı, şimdi baxaq test. Tamam. Bir dəqiqə. Gözləyin görün bu testini verirlər. Təzədən girək. Hansındaydıq? Yedidəydik də. Deməli 7-də hansı olacaq? İndi ona baxaq. Kökü sifətlə amonim olan söz deyir. Kökü sifətlə amonim olan söz deyirdi. 7-dəydik də. Dedi ki, burada A oldu. Çünki yaşlanırdı da yaş isim idi, amma yaş sifəti ilə amonimdir kökü. Kökü isimdir, amma sifət kimi də ola bilər başqa bir cümlədə. Bildiniz? İndi 8-i deyək. Deməli, baxın. A da deyil, D də deyil. Tamam. Burada B'dir. Çünki yan sözü biri var isim mənasında da, yəni məkan anlayışı bildirən bir böyüyür tərəf mənasında isimdir. Bir də yanmaq feilidir. Yəni cümlədəki yerinə görə mənası, qrammatik mənası dəyişə bilər. Yəni bu isim də ola bilər, feil də ola bilər. Sonra biz sözü həm şəxs əvəzliyi ola bilər, həm isim ola bilər. 8-ə baxırıq, bəli. Sən neçəyə baxırsan ki? 7-yə yox, 8-ə bax. Yan sözü biri var yan tərəf mənasında da, yəni sağ, sol, bir istiqamət mənası bildirən bir dənə isim ola bilər. Bir də yanmaq, məsələn, ev yanır. Məsələn, yanır nə edir? Yəni hərəkət bildirən bir dənə feil ola bilər. Sonra biz sözü var burada, 4-cüsü. Biz o demək ki, yəni şəxs əvəzliyi kimi də mən. Aysa isim də ola bilər, əvəzlik də ola bilər. Bəs qalanı necə deyərik? Yəni müxtəlif nitq hissəsinə aid olsun da qala. Məsələn, qız qalası da ola bilər. Qız qalası. Tamam. Belə qız qalası.
Evin qalası. Yəni də belə çəkdiyimsə qız qalası da çəkdim burada baxın. Belə. Belə qız qalası mənasında. Bir də ocağı qalamaq feili kimi də. Məsələn, Novruz bayramında tonqal qalıyorlar. Olar, bəli. Amma o xüsusi isimdir. Onu axı götürmək olmaz amonim kimi. Burada amma amonimi demir də burada. Hə, ümumi qrammatik mənasını dəyişə bilər. Yəni cümlədəki yerinə görə dəyişə bilər. Qala qəsəbəsi deyə bilərsən. Bir də ki, qalamaq, yəni bu amonimdir də, yəni amonim olduğunu düşünsək, axı xüsusi isimləri amonim kimi düşünmək olmur, ona görə onu deməyəcəksən, amma burada qalamaq feili kimi, məsələn, ocağı, tonqalı qalamaq da, yəni feil kimi ola bilər. Bir də qız bu çəkdiyim qız qalası kimi ola bilər. Ona görə 2, 4, 6-dır. Beyt. Bəs hava sözünün amonimi nədir? Sonra isti hava, soyuq hava, sonra başqa mənası var hava sözünün. Var, amonimdir bu söz. Yəni oyun havası, musiqi, melodiya, nəğmə də, yəni belə musiqi, məsələn, oyun havası. Məsələn, toyda bir dənə hava çalırlar ki, yəni oyun havası mənasında da, yəni cəmaət oynayır da o havanın təsiri. Bildiniz? Belə. Bir də indi var burada top sözü var. Nədir amonimi? 2 dənə mənası var. Hansı mənalar var? Yəni bir var futbolda idman vasitəsi kimi oynanılan top, bir də ki güllə atırlar, top atırlar da, yəni bomba, qırat bu məna. Hə. Yaxşı, indi 9-a baxaq. Burada məna fərqlərinin tərkib hissələrini ayırıb izah etmək olmaz, bəli. Çünki sadə sözü ayırmaq olmaz. Amma məsələn burada versəydi ki, məsələn istiot sözü, mürəkkəb sözü olardı. Çünki isti ilə otu ayrı-ayrı izah eləyib, birləşdirib bir dənə izah vermək olardı. İndi ona baxaq. Burada toy sözünün amonimi yoxdur axı. Diş sözünün də amonimi yoxdur. Bir dənə havanın amonimi var. Xeyr, A-dır. Qoşma ilə, gəlin qoşma ilə fokusa burada baxaq amonimlərin. Bir dəqiqə. Bax, fokus sözünü baxaq. Biri var fizikada. Baxın, yazıb ki, sınmış nəsə bir şüaların kəsişdiyi bir dənə nöqtədə. Şüanı məncə riyaziyyatda da bilirsiniz də, düz xəttdir bir dənə. Üfüqi belə düz xəttdir belə. Sonra riyaziyyatdakı fokus var. Bir də var ki, məsələn, bir şeyin toplandığı mərkəz. Baxın, yazıb ki, məcazi məna bir şeyin toplandığı bir mərkəzdə belə bu mənadadır. Bir də var ki, yəni sehr göstərilir, sehirbazlar fokus eləyirlər də, fokus bir flow bu mənadadır. Başa düşdünüz? Bir də var idi orada, başqa bir dənə də söz var idi, hansı idi? Qoşma idi. Qoşma. Qoşma söz də amonimdir. Biri var ədəbiyyatdadır. Bax yazıb ki, burada nə qoşulan özü hərəkət edə bilməyən bu mənadadır, sifətdir. Bir də var ki, yəni məsələn qoşma, məsələn alətlərdə bir-birinə bağlanan, qoşulan, birləşən, birləşdirilən bu mənadadır. Bildiniz? Bir də var ki, yəni ki, Azərbaycan dilində qoşma var, ədəbiyyatda şeir janrı olaraq nitq hissəsi də, köməkçi nitq hissəsi bəli. Həm Azərbaycan dilində, həm ədəbiyyatda istifadə olunur, işlənir də. Ona görə bunun amonim kimi götürmək olur. Bir də yaman sözü var. Yaman sözü yaxşı mənadadır, yaxşı mənasında da işlənə bilər. Bir də pis mənasında ola bilər ki, məsələn, yaman gün ömrü az olar. Yəni burada pis mənasındadır, amma yaxşı mənasında da işlənə bilər. Bildiniz? O türklərdədir, bizdə deyil. Eşitmirsən Azərbaycanda yaman deyə insan adı olsun. Eşitmədim, amma türklərdə var. Bulud da var türklərdə, bulud da var, yaman da var, amma bizdə yox. Mən eşitməmişəm, varsa da mən eşitməmişəm. Azərbaycanda yaman deyə adı olsun. İndi 11-ə baxaq.
Gəlmək sözü hansı demək mənasına yox nümunə düz göstərilməyib deyir. Aşağı daxil olun, gəlin. Düzdür axı bu. Burada bu da düzdür. Xəmir gəlmişdi artıq, yəni acımışdı da, yəni ki, bu da düzdür. Burada eşidilmək, qocaların səsi gələn, eşidilən, bu da düzdür. Və çatmaq gəlmişdi, düzdür, Y variantı. Daha çünki yaxınlaşma, o bizə gəlib çatdı da, yaxınlaşdı bu mənadadır. Bu sözlər mənə yalan gəlirdi. Sözlər həqiqətən gələ bilməz axı. Yəni ki, hiss eləyirdim ki, nəsə burada yalançılıq vardı, amma bu yaxınlaşmaq anlamında deyil ki. Ona görə Y olur. Bildiniz? İndi 12-ni deyək. Düzgün izah edilməyib deyir. Bir dəqiqə. Variant bir şeyin dəyişilmiş növü, aforizm. Burada D olur. Çünki sabit tez-tez dəyişən demək deyil, axı sabit dəyişməyən deməkdir. Dəyişməyən olduğu kimi qalan. Bax, məsələn, frazoloji birləşmələr öyrənmişik də. Orada məsələn frazoloji birləşmələrə sabit söz birləşmələri deyirik. Niyə? Çünki onların tərkiblərini dəyişmək olmur ki. Deydi. Məsələn, götürək ki, məsələn, cin atına minmək, düzdür? Bir də bunun biz tərkiblərini dəyişə bilərik. Yəni, məsələn, cinin əvəzini götürdük, bunu pozluq elədik, məsələn, şeytanın atına minmək. Belə bir şey ola bilər. Ola bilməz. Deməli, bunun tərkibindəki sözləri biz dəyişə bilmərik axı. Ona görə dəyişməyən, sabit sözün mənası dəyişməyəndir. Amma burada yazıb tez-tez dəyişən, deməli, bu səhvdir, D olur. Bildiniz? İndi 13-ə baxaq. Deməli, doğma sözün leksik mənası ilə bağlı səhv fikir göstərin. Ümumiləşdirmə sözdə düzdür də. Yəni, sən doğma deyəndə başa düşə bilirsən nə demək olduğunu, əmin. Başa düşə bilirsən də, bu səhv istəyir axı sizdən. Özdə burada sifətdir, o da düzdür. Əsl Azərbaycan sözüdür, düzdür. Antonimi yad sözüdür, düzdür. Amma sinonimi yoxdur, səhvdir. Məsələn, doğma sözünün sinonimi, yəni ki, elə əziz ola bilərdi də, deyildi. Sinonimi var axı yaxın mənası. İndi 14. Amonim kimi işlənə bilər deyir. Bir dəqiqə. Deydi. Çünki deyir ki, günün istisi dəydikcə çiçəklər cana gəlirdi. Bax, cana gəlmək burada nə mənadadır burada cana gəlmək? Cana gəlirdi, yəni ki, dirilirdi də, onlar daha da çox inkişaf eləyirdi. Axı günəş şüası bitkilərə, çiçəklərin üzərinə düşəndə onlar enerji gəlir də onlara. Ancaq amma cana gəlməyin başqa bir dənə mənası da var da. Amonim də başqa mənası da var. Hansı mənası var sizcə? Məsələn, deyəm, belə deyirəm. Bura yazaq. Məsələn, deyək ki, işin çoxluğundan cana gəlmişəm, düzdür? Belə desəm, nə mənanı bildirir bu? İşin çoxluğundan cana gəlmişəm. Nə deməkdir burada bu? Cana gəlmişəm nə deməkdir? Yəni ki, bezmişəm də, bezmək mənası. Yəni bezmişəm. Bezmişəm, təngə gəlmişəm, usanmışam. Bu mənadadır. Deməli, biri cana gəl, yəni burada var idi, çiçəklərin cana gəlməsi, onların aktiv vəziyyətdə olması deməkdir də. Yəni ki, onlara enerji gəlməsi, günəş enerjisinin onlara təsirini nəzərdə tutur. Amma cana gəlmək bir də var bezmək mənasında da. Ona görə eyni cür yazılır, amma iki dənə fərqli mənanı ifadə edir deyə amonimdir. Bildiniz? Məsələn, B variantında yazıb ki, bu sabun insanın üzünü ağardır. Üzünü ağardır həqiqi mənadadır. Yəni bu axı
Frazeoloji birləşmə olduğu üçün, amonim olduğu üçün özdə bu məcazi mənada olmalıdır. Üzünün artma həqiqi mənadadır. Bu olmayacaq. Özdə bu ayrı-ayrı təhlil edilir, olmur. Vətəndən sarı burnunun ucu göynəyirdi. Bu ola bilər, amma amonim deyil. Yəni bunun bir dənə mənası var. Nə deməkdir? Burnunun ucu göynəyirdi, nə deməkdir? Nə deməkdir burnunun ucu göynəyirdi? Bax, yazıb ki, vətəndən sarı burnunun ucu göynəyirdi. Yəni ki, darıxırdı da. Amma bu düzdür, bundan başqa mənası yoxdur da. Elə yəni burnunun ucu göynəyirdi mənası elə darıxırdı da. Başqa mənası yoxdur. Belə. İndi 15-ə deyək. Tutmaq feili hansı mənada doğru işləməyib? Tutmaq feili hansı mənasında doğru işləməyib? Hə. Deməli, burada E olurdu. Çünki bax yazıb ki, cinayətkarları tutmaq polisin vəzifəsidir. Cinayətkarları tutmağın əvəzinə biz burada cinayətkarları bağlamaq polisin vəzifəsidir deyə bilərik. Yəni bir cinayətkarı polis tutanda da ona belə şey vurur da, belə qandal vurur. Belə olur, belə yumru qolbaq kimi ondan vurur. Amma ki, yəni onları bağlamır ki, iplə tutub onları bağlamır ki. Ona görə bunların mənası belə uyğunsuzdur da burada. Amma məsələn, zəbt etmək, tutmaq mənasındadır, yəni işğal eləmək mənasındadır da, bu düzdür. Tərtib eləmək, gündəlik plan tutmaq, plan tərtib eləmək, yəni bu da doğrudur. Çünki plan hazırlamaq mənasındadır bu. Çıxmaq əmək haqqından tutulan vergidə, yəni əmək haqqından çıxılan vergidə düzdür, ola bilər. Sirayət eləmək də təsir eləmək deməkdir. O günü-gündən pis xəstəliyə tutulurdu. Burada pis xəstəlik ona sirayət eləyirdi, yəni təsir eləyirdi, bu mənadadır, düzdür. Amma E variantında cinayətkarı tutub bağlanmır da, polis cinayətkarı tutur, həbs eləyir. Bildiniz? İndi 16. Sinonim deyil, C düzdür. Oturmaqla dincəlməkdir. Bəli, dincəlməklə oturmaq eyni mənanı ifadə eləmir. Axı burada dincəlməyin və yaxud da dincəlməyin yerinə siz nə olmalı idi burada? Deyin gör nə olmalı idi dincəlmə yerinə? Aysa əyləşmək olmalı idi, əyləşmək olmalı idi ki, bu düz olsun da, çünki eyni mənanı ifadə eləsin. Axı dincəlmək belə dincini olmaqdır da, yəni ki, bu oturmaqla əlaqəsi yoxdur axı. Bəlkə məsələn dincələndə bir insan ayaq üstə dincəlir, heç oturmur. Bildiniz? İndi 17-ni deyək. Amonim olan söz işlədilmişdir. Bir dəqiqə baxaq. Burada beyl olurdu. Çünki dilinə dil sözü amonimdir də. Dil sözünün nədir amonimi? Dil sözünün amonimi nədir? Hə, dil. Dil sözünün hansı mənaları var? Yəni bu amonim, məsələn bu kitabın dili mənasında olsa çox mənalı olar, amma ki insanın dili ünsiyyət vasitəsi olan dil, məsələn türk dili, alman dili zadda bu mənada. Hə, bu mənasında olanda, bu mənalar, mən dediyim mənalarda olanda amonimdir. Bildiniz? Yəni ki, insanın dili ünsiyyət vasitəsi olan dil, bədən üzvümüz dil, danışdığımız dildə. Bir də ki, hər hansı bir xarici dildə, məsələn, alman dili, ərəb dili, türk dili, rus dili, belə bu mənada olur. Bildiniz, bax, gəlin sözü var da, Y variantında. Gəlin sözünü amonim kimi götürmək olar, yoxsa olmaz?
bu cümlədə işlədək. Bir də deyirəm ki, bizə qonaq gəlin. Belə desək, amonim kimi düşünmək olur bunu. Yəni buradakı gəlin, bir də bu gəlini amonim kimi götürmək olar. Götürmək olar mı? Olmaz. Niyə olmur? Niyə olmaz götürmək? Çünki baxın, bunların vurğusuna görə mənası dəyişir. Axı vurğusuna görə mənası dəyişən sözləri amonim götürmürdük. İndi özdə bu gəlin sözü feildir. Biri feildir, biri isimdir də. Yəni ki, həm də vurğusuna görə mənası da gəlin sözü isim olanda vurğu i-nin üzərinə düşür, axıra düşür. Amma feil olanda gəlin deyirikdə birinci ə-yə düşür vurğu. Vurğu fərqi var. Vurğuları fərqləndiyinə görə, vurğunun yeri fərqləndiyinə görə bu sözlər amonim deyirlər də. This olur B-bənd. İndi 18-i deyin. Deməli, burada deyir ki, qafil sözünün nümunədə, cümlədə düzgün verilir. Burada qafil yəni heç nədən xəbərsizdir. Yəni heç nədən xəbəri olmayan mənasındadır da, işini boş tutan. Belə olacaq. Namərd adam belə deyil bu. Nə düzdür? Hə, B düzdür. Sonra 19. Gəlin buradan yoxlayaq. 19-la 20-yə nə yazmışdınız? Buradan yoxlayın. 19-da 1, 3-dür, 20-də 3, 5-dir. Yaxşı, indi 19-da da deyək, 20-də deyək. Cana gəlmək deyir, həqiqi mənada düşünülə bilməz. Bu, yəni frazoloji birləşmədə, frazoloji birləşmə olduğuna görə bəli də bu həqiqi mənada düşünülə bilməz. Yəni biri var dirilmək mənasında, bir də var bezmək mənasında. Bayaq dedik bunu. Ona görə cana doymaq ifadəsinin sinonimdə, yəni bezmək mənasındadır. Bu düzdür burada. Bir də ki, burada bir amonimliyi var. Yəni iki dənə fərqli məna ifadə edir deyə düzdür də, bu da düzdür. Tərəflərini ayırmaq olmaz, ayrı-ayrı təhlil etmək olmaz. Qulaq asın, bir 19-u deyim, sonra 20 deyəcəm də. 1 ilə 3-dür 19-da. 5-də də deyir ki, usanmaq sözündən sinonim kimi işlədilə bilər, səhvdir. Çünki bir dənə sözdür bu, bir dənə sözdən frazoloji birləşmə olmalıdır bunun sinonimi də. Tək sözdən frazoloji birləşmə olmur deyə bu səhvdir. Təngə gəlmək ifadəsi ilə antonimlik təşkil eləmir, sinonimlik təşkil edir. Bu da səhvdir. Qalır 1-dən 3. 19-da. Bildiniz? İndi 20-də də 3 ilə 5. Çünki deməli, burada məğlubiyyət sözünün sinonimi basılmaq sözü ola bilməz. Çünki biri feildir, biri isimdə. Məğlubiyyət isimdə, basılmaq feildə ola bilməz. Çünki bu sinonim olanda, antonim olanda eynin nitq hissəsinə aid olmalıdır. Yəni, müxtəlif nitq hissəsinə aid ola bilməz də. Bir səhvdir. Məğlub olma, bu da mürəkkəbdir, olmaz. Bədbəxtlik, uğursuzluqdur, leksik mənasını veribdir burada. Məğlubiyyət bədbəxtlik demək deyil. Bu da səhvdir. Qalır 3 ilə 5-də. Bildiniz? Məğlubiyyət, bir də qalibiyyət. Bu bir-birinin əksidir. Biri var məğlub olursan, bir də var qalib gəlirsən. Bir də ki, məğlubiyyətə uğramaq, yəni ki, məğlub olmaq belə. Olur 3 ilə 5. Neçə dənə düzümüz çıxdı? Sayın görüm. Sayın yazıram bura. Bəs səhvsiz qoymadınız belə. O 7.
Hayda Emil sen niye koymadın ki səhv düzə? Gene diyardın əvvəldən qoyardın. Ay ne dedin ay yaxşı. Sen koymuşsun hamısını hə. Sən də bundan sonra test atanda, sınaq atanda belə səhv düzə qoy. Bil də nə qədər düz yazdığını, nə qədər səhv yazdığını, yaxşı? Düz yazdıqların var idi arasında. Çox idi, az idi. Yaxşı. Sonra qayda da vermişəm elə. Qayda atmışam sizə bircə dəqiqə baxın. Bu nəyin qaydasıydı? Nəyin leksikon qaydalarını öyrənmişdiniz? Bir dəqiqə baxın. Hə. Hə. İndi gözləyim burada PDF-ə girim. Hə. Bir dəqiqə PDF-ə girim. PDF-dən eləyəcəm bəli bir dəqiqə. Bilirəm bircə dəqiqə. Buradan girim. Hə. Yaxşı, bura ehtiyac yoxdur da onsuz da. Bu heç. Yaxşı, indi baxaq amonimlərə. Amonimlər nəyə deyilirdi? Yaxşı, hansı sözlər amonim saymırıq? Amonim hesab olunmur. Hansı sözlər amonim deyillər? Sonra hansı sözlər amonim hesab olunmur? Başqa da məcazi tək o deyil. Bax, məsələn, var idi əkin sözü var idi, düzdür? Əkin. Yəni biri var deyirəm ki, gedin torpaqları əkin, bir də əkin sahəsi də isim və fe'l ola bilir. Vurğu fərqi var da amma. Bir də nə normal? Bir hərf olan yox. Bir hərfə görə fərqlənəni deyirsən, bəlkə paronim deyirsən. Bax, biri var mətn. Bax, belə də var. Belə də var. Mətin də var. Bunların mənaları nədir bilirsiniz? Nədir mənası bunların? Aha. Yəni bir oxuduğumuz mətn mənasındadır. Bu yazılı nitqin bir parçasıdır da bu. Amma bir də var mətin. Mətin nə deməkdir mətin? Yəni ki, mətin adam nədir? Nə deməkdir? Mətin adam necə adama deyirlər? Yəni səbirli, dözümlü olan insanlara deyirlər. Gördünüz, yəni bir hərfə görə mənası dəyişdi də bu sözlərin. Amma yəni biz bunları götürə bilmərik də amonim kimi. Yəni bunlar paronimdir. Yaxşı, bu sözlər paronim adlanır. Bir hərfə görə mənası dəyişir və bunları amonim kimi düşünmək, götürmək olmaz. Ayaq da deyək ki, əsr var, əsr. Bir də var əsir. Nədir bunların mənası? Aysə, yəni ki, bu məsələn bu tam 21-dir də, düzdür, 21-ci əsr hal-hazırda yaşadığımız əsrdir də, 21-ci əsr. Bir də var ki, əsr, yəni müharibədə dövlətin müharibədə düşən əsirlər. Düşmən əsgərlərini əsir götürürlər, bəli, bu mənada ola bilər. Sonra başqa bir də külək əsirdə olsa yenə də axı başlanğıc olması eyni deyil deyə bunu da amonim kimi götürmək olmaz. Sonra var məsələn amon formlar var. Məsələn birə sözü var da, birə. Düzdür? Məsələn deyək ki, 2-ni 1-ə vuranda, 2-ni 1-ə vuranda 2 eləyir. Bir sayıdır da, burada kökü bir sayıdır. Bir də var ki, məsələn deyək ki, onun başında birə var. Yəni bit mənasındadır da bu.
Belə olanda bunların axı eyni olmadı mənası. Deməli, bunları da götürmək olmaz. Yəni, başlanğıc olması eyni deyil də. Bu, əgər bit mənasında olsa, bunun başlanğıc olması birədir. Əgər belə ağ belə cüclər olur başda. Odur. Bir də var ki, say mənasında olanda bunun başlanğıc forması belə olur da. Amma amonimlərin başlanğıc forması eyni olmalıdır da, fərqli ola bilməzlər. Bildiniz? Ramal, niyə bağlayırsan kameranı? Hə. Sonra bəs sinonimlər nəyə deyilirdi? Əks mənalı dedin axı. Niyə çaşırsan ki? Bəs antonim nədir? Antonim nədir? Antonim əksdir, sinonim yaxındır. Amonimdə yazılışı, deyilişi, başlanğıc forması eyni, mənaları fərqli olanlardır. Yaxşı, indi deyək ki, şirin və şəkər. Ola bilər. Ola bilər sinonim kimi. Sinonim kimi. Bir qulaq asın görüm. Sinonim kimi ola bilər. Şəkər. Ola bilməz. Niyə ola bilməz? Şirin sözü hansı nitq hissəsidir? Şirin sözü hansı nitq hissəsidir? Yaxşı. Bəs şəkər sözü hansı nitq hissəsidir? İsim. Ay, sağ olun. El nitq hissəsi nə aid olmalıdır da əslində? Düzdür? İndi bura şəkərli artırsam ola bilər, bu sinonim ola bilər. Belə burada li olsa ola bilərdi. Bəli. Yaxşı. İndi deyək ki, qəm ola bilər belə. Şəkəri ilə şirin olur çünki ikisi də sifətdir. Qəm. Bir də deyək ki, bir dəqiqə. Hə, qəm, bir də deyək ki, kədərli. Niyə olmur? Amma qəm burada li olmasa, kədər olsaydı olardı. Bəs məsələn deyək ki, qəm, bir də deyək ki, şad. Qəm, şad ola bilər belə. Qəmlə şad, bəli. Antonim kimi ola bilməz. Çünki qəm isimdir. Yəni biri isim, biri sifəti olduğu üçün antonim deyil də bu. Bildiniz? Hə. Sonra amma məsələn bu belə olsaydı, qəmli və şadı da ola bilərdi. Çünki qəmli də sifətdir, şad da sifətdir deyə antonim ola bilir də bu. Başa düşdünüz? Çünki ikisi də sifət idi də əgər belə olsaydı. Amma belə qəmlə şad ola bilməz. Çünki qəm isimdir, şad sifətdir deyə antonim deyil də bunlar. Hə, bildiniz? Yaxşı. Bəs frazoloji birləşmələr sabit söz birləşməsi idi, yoxsa sərbəst söz birləşməsi idi? Sabit söz birləşməsi idi, yoxsa sərbəst idi? Sabit, yoxsa sərbəst? Gözləyin bir dəqiqə. Hə, və frazoloji birləşmələr sabit söz birləşməsi sayılır, hesab olunur, yoxsa sərbəst söz birləşməsi sayılır? Səsiniz qırıq-qırıq gəlir arada. İndi düzəldi. Tamam. Deməli, frazoloji birləşmələr. Bax, sabit sözün mənası nə idi? Bayaq demişdik bunu.
Mən sabit, məsələn, tərpənmir. Mən Yəni ki, olduğu kimi qalanda olduğu kimi dəyişmir. durur da. Düzdür durur. Yəni ki, dəyişmir də. Demək ki, cin atına minmək var idi ki, bunu məsələn frazoloji birləşmədə, amma bu dəyişmək olmurdu ki, bu demək ona görə bu dəyişmir də. Yəni frazoloji birləşmələr dəyişmək olmur. Ona görə yəni bunlar sabit söz birləşməsi sayılırlar da. Bir xülasında misal çəkmişik, cin atına minmək, dəyişmək olmur. Hə, cin atına minmək məsələn, orada demişdim ya, məsələn, cinin yerinə şeytanın atına minmək belə bir şey yoxdur ki. Yəni dəyişmək olmur ki bu. Əvvəldən çünki belə bu şəkildə istifadə olundu. İndi heç kəs dəyişməyə çalışmır da bunu. Bildiniz? Bəli. Yaxşı. Yekunlaşdıraq. Var sağlığınız.